Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ve sellem ve baraka ala seyyidina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli müsəlmanlar, fiqh dərslərimiz davam edir. Suların ikinci qismi olan Tahir su haqqında danışırıq. Və müəllif rahimehullah buyurur: "Əs-sani tahirun la yarfa'ul hadasa və la yuzilul xabas." İkinci sular təmiz olan sulardır. Həmin sular hədəsi aradan qaldırmaz və nəcasəti isə yox etməz. Və biz keçən dərslərimizdə danışdıq ki, tahir sular, yəni birinci qismi olan sular, həm özündə təmizləyici, həm də təmizlik xüsusiyyətini cəm edir. Təmizləyici və təmizlik xüsusiyyətini özündə cəm edir və bu səbəblə həmin sularla, yəni təmizləyici xüsusiyyəti olduğuna görə, həmin sulardan nəcasətin yox edilməsində, həmçinin hədəsin aradan qaldırılmasında istifadə etmək olur. Həmçinin başqa təbirlə dedik ki, tahir suları həm ibadətlərdə, həmçinin də məişət işlərində istifadə etmək mümkündür. Ancaq burada müəllif rahimehullah buyurur ki, təmiz olan sular isə, yəni tahir olan sular hədəsin aradan qaldırılmasında və nəcasətin yox edilməsində istifadə etmək icazəli deyil. Yəni hədəsi aradan qaldırmır və nəcasəti yox etmir. Səbəbi isə onun təmizləyici xüsusiyyətinin olmamasıdır. Təmizləyici xüsusiyyətinin olmaması səbəbi ilə tahir sular nəcasətin yox edilməsinə, həmçinin hədəsin aradan qaldırılmasına təsir edə bilmirlər. Yəni təsir edə bilmir. Və müəllif rahimehullah buyurur: "Və huve" və həmçinin deyim ki, həmçinin bildirim ki, tahir suları bu səbəblə ibadətlərdə deyil, yalnız məişət işlərində istifadə etmək mümkündür. Yalnız məişət işlərində, yəni paltar yumasında, maşın yumasında istifadə edə bilərik. Və müəllif rahimehullah buyurur: "Və huvel mutagayyiru bimumazicin tahirin." Təmiz bir şeylə qarışması nəticəsində dəyişən sulardır. Və biz də tərifdən anlayırıq ki, əgər təmiz şeylə qarışması nəticəsində dəyişən sulardırsa, nəcasətlə qarışan sular buradan xaric olur. Çünki əgər suya nəcasət qatışarsa, az olan suya nəcasət qatışarsa, artıq həmin suyu hətta məişət işlərində belə istifadə etmək mümkün deyil. Və alimlərimiz, yəni ona qatışan şey səbəbi ilə dəyişən sular barəsində təfsilata gediblər. Yəni ilk öncə deyim ki, əgər suya, alimlərimiz nə bildirirlər? Əgər deyirlər ki, suya ona qarışan bir səbəbi ilə suyun xüsusiyyətlərindən biri dəyişərsə, məsələn suyun iyidir, rəngidir, dadıdır, ona qarışan bir şey səbəblə dəyişərsə. Misal olaraq ora sabun düşərsə və yaxud paraşok düşərsə və yaxud un düşərsə və yaxud zəfəran düşərsə və yaxud keçən dərslərimizdə bildirdik ki, kafur bitkisinin parçaları deyil, onun tozu düşərsə və suyun xüsusiyyətlərindən biri dəyişərsə, bu səbəblə nə olacaq? Su tahir sudan tahir suya çevriləcək. Tahir sudan tahir suya çevriləcək. Ancaq alimlərimiz dəyişmək kəlməsi barəsində təfsilata gediblər və suyu 7 qismə bölüblər. Yəni onları qısa olaraq qeyd edəcəm və dəyərli müsəlmanlar, siz bir neçə dəfə qulaq asmaqla onu fəhm edə bilərsiniz sadə şəkildə. Onlar bildiriblər ki, əgər suyun 3 xüsusiyyəti çox dəyişərsə, iyi, rəngi, dadı və yaxud ikinci, suyun 2 xüsusiyyəti, rəngi və dadı çox dəyişərsə və yaxud suyun 1 xüsusiyyəti, onun dadı çox dəyişərsə, o zaman tahir su tahir suya çevriləcək. Sonra bildirirlər, 4-cü qism, əgər suyun 3 xüsusiyyətinin az dəyişməyi, 1 xüsusiyyətinin çox dəyişməsinə bərabər olarsa, həmçinin tahir su tahir suya çevrilir. 5-ci, suyun 2 xüsusiyyətinin az dəyişməyi, 1 xüsusiyyətinin çox dəyişməsinə bərabər olarsa, yenə də tahir su tahir suya çevriləcək. Ancaq suyun 3 xüsusiyyətinin, 6-cı, suyun 3 xüsusiyyətinin az dəyişməsi, 1 xüsusiyyətinin çox dəyişməsinə bərabər olmazsa, su tahir su olaraq qalacaq. Yəni təmizləyici vəsfini itirməyəcək. Həmçinin 2 xüsusiyyətinin, iyinin, rənginin az dəyişməyi, onun 1 xüsusiyyətinin çox dəyişməsinə bərabər olmazsa, yenə də su öz təmizləyici xüsusiyyətini özündə saxlayacaq və tahir su olaraq qalacaq. Bu da 7-cidir və 8-ci olaraq bildirilir ki, suyun xüsusiyyətlərdən birinin az dəyişməsi suyun təmizləyici vəsfini aradan qaldırmır. Həmçinin alimlərimiz bildirirlər ki, məsəl üçün İmam Buhuti Ravdul Mub əsərində buyurur ki, "Bitahirin min gayri cinsil mə'i." Yəni o təmiz şeylə dəyişir ki, o suyun cinsindən olan bir şey deyil. Və biz də bilirik ki, misal olaraq biz suya
mədən duzu qatarıqsa və suyun xüsusiyyətlərindən biri dəyişərsə, yəni qəsdi şəkildə suya mədən suyu qatarıqsa, mədən duzu qatarıqsa və mədən duzu səbəbilə suyun xüsusiyyətlərindən biri dəyişərsə, o zaman həmin su hansı suya çevriləcək? Tahur sudan tahir suya çevriləcək. Ancaq suya biz dəniz duzu qatarıqsa, o zaman hətta onun xüsusiyyətlərindən biri dəyişsə belə, onun təmizləyici vəsfini aradan qaldırmayacaq. Çünki dəniz suyunun əsli sudur. Həmçinin alimlərimiz bir şeyi burada istisna ediblər ki, əgər torpaq qəsli şəkildə suya qatılarsa və onun məsələn rəngini və yaxud dadını dəyişərsə, xüsusiyyətlərindən birini, yenə də onun təmizləyici vəsfini aparmayacaq. Yəni bu məzhəbimizdə mötəməd olan görüşdür. Məzhəbimizdə mötəməd olan görüşdür. Həmçinin müəllif rahimehullah buyurur ki: "Və minhu yasirun musta'malun fi raf'i hadas." Ha belə hədəsin aradan qaldırılması üçün az miqdarda istifadə edilən su da bura daxildir. Yəni təmiz sulara daxildir. Yəni burada bir neçə misal verərik inşallah. Yəni bura birincisi ki, minhu yasirun. Yəni əgər az suyu biz hədəsin qaldırılmasına istifadə etsək, həmin su tahur sudan tahir suya çevriləcək. Alimlərimiz bildiriblər ki, az su 2 qüllətiyindən aşağı olan sudur. 2 qüllətiyin alimlər müxtəlif 2 qüllətiyinin miqdarını müxtəlif olaraq tərtib ediblər. Məsələn, bəzi alimlər deyiblər ki, 2 qüllətiyin 160 litr sudur, bəziləri 200 litr, bəziləri onun 300 litr miqdarında olduğunu deyiblər. Bu səbəblə insan əgər necə müəllif rahimehullah buyurur ki, "Və minhu yasirun", yəni az olan. Yəni az olan sudan insan hədəsin aradan qaldırılmasını istifadə edərsə, hədəsin aradan qaldırılması həmin suya təsir edəcək. İstər bu böyük hədəsin aradan qaldırılması olsun, istər kiçik hədəsin aradan qaldırılması fərq etməz. Misal olaraq insan dəstəmaz alır, önünə bir ləyən qoyur. Həmin dəstəmaz azalarından ayrılan su həmin ləyənin içinə tökülür. Sonra başqa bir şəxs sual olunur. Hədəsin aradan qaldırılması həmin sudan istifadə edə bilər? Cavab olaraq yox. Çünki həmin su azdır və həmin az su ilə hədəsin aradan qaldırılmasını istifadə edilmişdir. Həmçinin insan az su ilə qüsul da alarsa, yenə də həmin sudan başqa bir şəxs hədəsin aradan qaldırılmasında istifadə edə bilməz. Çünki həmin su artıq öz təmizləyici xüsusiyyətini itirib tahir sudan tahir suya çevrilmişdir. Ancaq su çox olarsa, misal olaraq bir böyük çəndir, su 2 qüllətindən çoxdur və insan gəlir həmin çəndə dəstəmaz alır və yaxud qüsul alır, yəni ya böyük hədəsini və yaxud kiçik hədəsini aradan qaldırır. Onun hədəsinin aradan qaldırılması həmin suya təsir etmir və başqa bir şəxs də hədəsinin aradan qaldırılmasında gəlib həmin çəndəki 2 qüllətindən çox olan sudan istifadə edə bilər. Və alimlərimiz buna dəlil olaraq nəyə gətiriblər? Bizim alimlərimiz bildiriblər ki, Peyğəmbər sallallahu əleyhi və səlləm səhih hədisdə buyurur ki: "La yagtasilən ahadukum fil ma'i daimi və huwa junub." Sizlərdən biri cünublu olduğu halda durğun suda qüsl almasın. Və alimlərimiz buradan nəyə başa düşürlər? İlk öncə başa düşürlər ki, deməli az sudan hədəsin qaldırılmasında istifadə etmə həmin suya təsir edir. İkinci məsələ. Başa düşürlər ki, deməli hədəsin aradan qaldırılması olarsa həmin suya təsir edəcək. Ancaq hədəsin aradan qaldırılması olmazsa, yəni ibadətdə qəsd, hədəsin aradan qaldırılması olmazsa, o zaman həmin suya təsir etməyəcək. Misal olaraq, biz bayram qüslü olaraq və yaxud cümə qüslündən bayram qüslündə və yaxud cümə qüslündə az sudan istifadə edəriksə, həmin aldığımız qüsul həmin suya təsir etməyəcək. Çünki həmin qüsullarda biz hədəsin aradan qaldırılmasını niyyət etmirik. Çünki ümumiyyətlə bayram qüslu və cümə qüslu hədəsi aradan qaldırmır. Və həmçinin alimlərimiz başqa faydalı olaraq bildiriblər ki, buradan hədisdən də anlaşılır ki, ümumiyyətlə insanın az su ilə hədəsin aradan qaldırılması, yəni öz hədəsini insan az su ilə aradan qaldırarsa, həmin su nəcasətli suya çevrilməyəcək. Çünki əgər həmin su nəcasətli suya çevrilsəydi, Peyğəmbər sallallahu aleyhi və səlləm nəinki həmin suda qüsl almağı, ümumiyyətlə həmin suda çimməyi qadağan edərdi. Və biz də bilirik ki, Allah Nəbisinin sallallahu aleyhi və səlləmin səhabələri onun dəstəmaz suyunun qalıqlarını götürərdilər. Yəni onun dəstəmaz suyunun qalıqlarını götürərdilər. Yəni təbərrük niyyəti ilə həm onun dəstəmaz suyunun qalıqlarını istifadə edirdilər. Bu da onu isbat edir ki, deməli, hədəsin aradan qaldırılmasına istifadə edilən su nəcasətli suya çevrilmir, əksinə o tahur sudan tahir suya çevrilir. Yəni təmizləyici xüsusiyyətini itirir, ancaq öz təmizlik xüsusiyyətini isə özündə saxlayır. Həmçinin alimlərimiz nəyə qeyd ediblər? Buna başqa bir misal. Misal olaraq bir çəndi, amma çəndi olan su 2 qüllətiyinə, yəni miqdarı 2 qüllətiyinə çatmır. Əgər bir şəxs hədəsin
aradan qaldırmaq niyyəti ilə əlini həmin suya salıb çıxardarsa, artıq həmin su istifadə edilmiş su sayılır. İstər bu böyük hədəsi aradan qaldırmaq üçün niyyət etsin, istər kiçik hədəsi aradan qaldırmaq üçün fərq etməz. Əgər mücərrəd olaraq əlini həmin suya salmaqla həmin su istifadə edilmiş su sayılır. Ancaq yox, insan həmin sudan suyu götürmək niyyəti ilə əlini suya salarsa, yəni sanki əlini bir qab kimi istifadə edərsə, o zaman onun əlini suya salması həmin suya təsir etməyəcək, yəni suyun təmizləyici xüsusiyyətini aparmayacaq. Həmçinin alimlərimiz tahir suyun qismlərinə aid ediblər. Onlar deyiblər ki, əgər nəcasətli məhəlin təmizlənməsi ilə bərabər oradan ayrılan su tahir sudur, təmiz sudur. Onun nəyi misal verim? İndi daha qısa olaraq onu izah edim. Biz dedik ki, keçən dərslərimizdə insanın misal olaraq qoluna bir nəcasət dəyərsə, məzhəbdə mötəməd olan görüşə görə həmin yeri 7 dəfə yumaq lazımdır. 7 dəfə yumaq lazımdır. Misal olaraq biz bir dəfə yuyuruq, 2 dəfə yuyuruq, 3 dəfə yuyuruq. 3-cü yumada aynun nəcəsə, yəni sidik oradan ayrılır. Ancaq məhəl nəcasətli qalır. 4, 5, 6 yuyuruq. Bütün bu 6 yumada həmin məhəldən ayrılan su nəcasətli sudur. Ancaq 7-ci yumada yuduqda, 7-ci yumanı həyata keçirdikdə məhəl təmizlənir. Və o 7-ci yumada məhəlin təmizlənməsi ilə bərabər oradan ayrılan su tahir su sayılır. Bir daha deyirəm, ilk 6 yumada məhəldən ayrılan su nə su oldu? Nəcasətli sudur. Ancaq 7-ci yumada məhəlin təmizlənməsi ilə bərabər oradan ayrılan su bizim alimlər qatında nəcasətli su deyil, tahir suyun qismlərinə daxildir. Və Allah Taala'dan müvəffəqiyyət diləyirəm. İnşallah gələn dərslərimizdə tahir suyun növbəti qismləri haqqında danışmağa davam edəcəm. Vəlhamdülillahi Rabbil aləmin.